bu məsələdə ən çox ehtiyacı olan, xüsusilə də konkret siyasi nəticələrə ehtiyacı olan tərəf Ermənistan kimi görsəldi. Çünki Azərbaycan prezidenti İlham Əliyevə və onun təmasda olduğu insanlara yaxınlaşan tərəf məhz Ermənistanın baş naziri oldu. Və paralel olaraq bu danışıqlara müdaxilə edən və sonda Azərbaycan prezidentini bir kofe içməyə dəvət edən də Ermənistan tərəfi oldu. Təbii ki, bu siyasi toplantıya kofe içmək üçün dövlət başçıları gəlməmişdi. Bu sadəcə oturaq, söhbət edək və həll olunması, daha doğrusu həllini gözləyən məsələləri müzakirə etmək istəyini ortalığa qoymuşdu. Təbii ki, burada bu məsələnin məhz Ermənistan tərəfi üçün ən prioritet məsələ olduğu üzə çıxdı. Çünki Ermənistan dövlətinin başçısı bu kontekstdə heç bir dövlət başçısı ilə hansısa müzakirə predmeti olacaq görüş və söhbətlər aparmadı. Ona görə əsas prioritet Azərbaycan dövlət başçısı ilə görüşdə sülh məsələsini və digər məsələləri müzakirə etmək idi. Və təbii ki, bir də Azərbaycan prezidentinin ona cavabı var. Düşünürəm ki, çox mədəni bir cavab idi. İlk növbədə buna diqqət etmək lazımdır. Doğrudur, bunu həm Azərbaycanda, həm də Ermənistanda müxtəlif istiqamətlərə çəkmək istəyənlər oldu. Ancaq mənə elə gəlir ki, Azərbaycan prezidenti çox mədəni, özünə yaraşacaq səviyyədə bir yanaşma ilə razılıq verdi. Fikir verdinizsə gülümsəyərək, yəni imtina etmədən az sonra bu kofe məclisinə qatıla biləcəyini ifadə etdi. Sonra görüşdülər də. Yox, bu dolayısıyla həm də əgər sənin üçün müzakirə ediləcək məsələ o qədər vacibdirsə, 5-3 dəqiqənin gözlənilməsi yəni prinsipial deyil. Dolayısıyla həm də prioritet məsələnin Azərbaycandan daha çox Ermənistan üçün keçərli olduğu mesajını, görüntüsünü verirdi. Həm də Natiq bəy, burada bir məsələ də var. Azərbaycan olsa şərtlərini açıqlayıb, Ermənistandan cavab gözləyir, yəni 2 tələb üzrə və Ermənistanın baş naziri Nikol Paşinyan sülhpərvər görünməyə çalışsa da o 2 tələb üzrə Azərbaycanın şərtlərini yerinə yetirmək istəmir. Yəni danışıqlar əsnasında sizcə dövlət başçısı ilə həm də bu istiqamətdə bir razılığa gəlmək niyyəti var idi mi Paşinyanın? Açığı Azərbaycanın ictimai televiziyasına verilən müsahibə qısa müddətli təxminən bu məqsədə, hədəfə yönəlik bir addım idi. Həm də sosial şəbəkədə də paylaşdı həmin o müsahibəni. Demək ki, burada özünün də maraqları var idi. Mütləq mənada, əks təqdirdə o sadəcə eşidib keçə bilərdi. Hansı ki, Nikol Paşinyanın yanındakı şəxslər heç də bu məsələyə açıq görsənmirdilər. Nikol Paşinyan özü geri qayıtdı və konkret 2 sualının cavabını öyrənəndən sonra, daha doğrusu sualları öyrənəndən sonra bu sualı cavablandırdı. Bu Azərbaycan ictimaiyyətinə, erməni ictimaiyyətinə və dünya ictimaiyyətinə verilən bir açıqlama idi. Burada konkret hədəflər vardı. Ancaq təbii ki, bu məsələ kontekstində həqiqətlər söylənmədi. Bəzi gerçəklər örtüldü və gizli saxlanıldı. Bu da o deməkdir ki, beynəlxalq ictimai rəyi hələ də çaşdırmağa yönəlik addımlar var. Və paralel olaraq bir də Azərbaycan prezidenti ilə görüşdə fikir verdinizsə, daha çox danışan Nikol Paşinyan idi. İsrarla özü də 1-2 barmaqlı qatlayaraq... Kadrlarda da bir daha elə həmin o kadrları önləm verək, o dediyiniz nüansları daha aydın sezmək olur. Buyurun. Ki, hansısa məqamları aydınlaşdırmağa çalışırdı. Ancaq Azərbaycan prezidentinin üz ifadəsindən, oturuş sərbəstliyindən də hiss olunurdu ki, bu məsələ və bu açıqlama Azərbaycan prezidenti üçün yeni olmadığı kimi həm də qəbul edilmir. Nağılı dinləyirmiş kimi.
bir nağıl Ermənistan tərəfindən. Çünki bu hazırlanan- açıqlamada bir dəyişikliyin olmadığını prezident sezir. Eyni nağılı yenidən söyləyirsə və bunun qarşılığı olaraq Azərbaycanın çox ciddi siyasi arqumentləri növbəti dəfə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılırsa, mən Xarici İşlər Nazirliyinin bəyanatını deyirəm. Bəli. Bundan sonra artıq bu məsələni çöğürtatı, vurtatı deyərək eynən təkrarlamağa və xüsusi bir görüşənə ehtiyac var. Ona görə də düşünürəm ki, bu məsələdə konkret hansısa irəliləyişin əldə olunmasını gözləmək çətindir. Ayrıca bir də siz dediyiniz kimi Nikol Paşinyan, Azərbaycan prezidenti və qardaş Türkiyənin prezidentinin bir üçlü qısa söhbəti var. Burada Rəcəb Tayyib Ərdoğanın jestinə fikir versəniz, O görüntüləri də yenidən gətirək ekrana. bilirsiniz bu jestlər nə deməkdir? Bu jestlər və sonunda əla ifadəsi o deməkdir ki, Azərbaycanla sülh şəraitində, sülh müqaviləsi imzalayaraq yaşadığınız təqdirdə sizin güvəndiyiniz dağlar Qar Boşuna. görünəcək. sizin güvəndiyiniz dağlardan deyil bu dağlar. Sizin əsl təhlükəsizlik şətriniz Azərbaycan və Türkiyə ilə münasibətlər sistemindən keçir. Mesaj bu idi. Buna razı olduğunuz təqdirdə, o da dolayısıyla başınla razılıq verdiyi təqdirdə o əla dedi. Yəni yolu, hədəfi, çıxış yolunu göstərir da Türkiyə prezidenti. O baxımdan düşünürəm ki, görüşmələr pozitivdir. O baxımdan ki, Nikol Paşinyan və onun komandasında artıq aydınlaşıb ki, perspektiv nə Rusiyada, nə İranda, nə Avropa Birliyində, nə də Amerika Birləşmiş Ştatlarında deyil. Əgər qərbə inteqrasiya istiqaməti qərarı qəbul olunubsa, onun çıxış yolu keçidi öncə Azərbaycan, sonra Türkiyədən keçir. Və ən nəhayət çox strateji bir fikri söyləyeyim. Azərbaycan prezidentinin Avropa Siyasi Birliyinin toplantısında xüsusi diqqətdə olduğunu bütün hər kəs gördü. Qətiyyən şişirtmə deyil. Bu niyə belə idi? Avropa birdən-birə hiss etdi ki, bu coğrafiyanın ən güclü və strateji ölkəsi olan Azərbaycanı itirmək üzrədir. Bunu əvvəllər görmürdülər, yox. Hansı kontekstdə gördülər? Azərbaycan prezidentinin Çinə səfəri ilə. Baxın, enerji, xüsusilə də bərpa olunan enerji, yaşıl enerji, günəş və külək enerjisinin həm Xəzər dənizində, eyni zamanda həm də texnoloji cəhətdən, idarə etmə cəhətdən, bu enerjinin Azərbaycan milli şəbəkəsinə inteqrasiyası cəhətdən və ən nəhayət Çinin çox ciddi şəkildə Cənubi Qafqazda nüfuz etməsi birdən-birə Avropa Birliyini ayırtdı ki, Azərbaycan əldən çıxır. Bunu anlamaq o qədərmi çətin idi? Hansı ki, biz dəfələrlə bildirmişdik. Ona görə də fikir verirsiniz, bütün mediada nələr yazılır? Azərbaycan Avropa Birliyi arasında yeni bir mərhələ başlayır. Bu mərhələnin başlamasına ehtiyac yox idi. Bu mərhələni müsbət mənada inkişaf etdirməyə ehtiyac var idi. Avropa Birliyi növbəti dəfə başını daşa döyəndən sonra anladı ki, Azərbaycan Ermənistan deyil və bunu Ermənistan rəhbərliyi də həmin toplantıda gördü və anladı ki, Azərbaycan və Türkiyədən başqa yol və çıxış yolu yoxdur. Ona görə də Azərbaycanın orada iştiraki qəbul olunması və Nikol Paşinyanın da bəzi gerçəkləri növbəti dəfə anlaması düşünürəm ki, çox strateji bir hadisə idi.